Deyir ki, müqayisə cədvəlinə əsasən uyğun fikirləri müəyyən edin. Demək, bu sözlər mənə bir neçə saatdan sonra açılacaq bahar səhəri kimi təzə və parlaq bir həyat vəd edir. Deyir ki, söz birləşməsi ilə mübtəda ifadə vasitəsidir. Vəd edir nə? Həyat. Biləm, bir dəqiqə. Bu sözlər mənə bir neçə saatdan sonra açılacaq bahar səsləri kimi təzə və parlaq həyat vəd edir. Nə? Vəd edir nə? Sözlər. Hansı sözlər? Bu sözlər. Mübtəda isimlə ifadə olunur. Söz birləşməsilə ifadə olunmuyor. Sonra feili birləşmə xəbərin ifadə vasitəsi kimidir. Feil birləşmə deyil, mürəkkəb feildir xəbərin ifadə vasitəsi. 2 də yanlışdır. Yəni 1-2 olanlar avtomatik çıxdı. Qaldı 2 variantı. Mübtəda cəm şəkilçisi qəbul etmiş isimlə ifadə olunub. Baxaq, pəncərənin pərdəsini yellənərək içəri dolan yaz küləyi sanki özü ilə yeni duyğular gətirir. Bax, gətirir nə? Yaz küləyi. Duyğuları tamamlıqdır. Cəm şəkilçisi qəbul etmiş isim. Mübtəda deyil. 3 də getdi. Cavabın çıxdı 4, 5, 6. Baxaq. İsmi birləşmə baş üzlərin birini ifadə vasitəsidir. Bəli, yaz küləyi ismi birləşmədir və mübtədanın ifadə vasitəsidir. Xəbərin ifadə vasitəsi indiki zamanda işləmiş feildir. Bax, vəd edir, gətirir. Bu da ki, ir özü üstə. İkinci ir. Sözün kökündə bu. İkinci ir hər ikisi zaman şəkilçisi indiki zamandadır. Xəbər uzlaşma əlaqəsinin asıl tərəfidir. Bəli, mübtəda xəbər olduğu üçün uzlaşma əlaqəsinin asıl tərəfi oldu xəbər olsun. Yəni 4, 5, 6 oldu A variantı.